Gösterilen düymələrdən hansından istifadə etməklə mətnin solundan çıxıntı, sağda isə düzləndirmə vermək olar. Bu təxmini belə bir görüntüdür dostlar. Deməli. Belə bir görüntüdür. Belə bir görüntüdür. Klaviatur kombinasiyası Ctrl-L-dir. Yəni right. Sağdan düzləndirir. Gəlin əyani şəkildə də baxaq buna. Bunun üçün bizə Word sənədi lazım olacaq bir dənə. Təbii ki. Hazır içində məlumatlar olan Word sənədi. Sağ. Və əyani şəkildə də göstərək. Seçilmiş mətn fraqmenti Home Lent tabının Paragraph Lent qrupunun müvafiq əmrinin köməkliyi ilə sağdan düz, soldan cırıqlı çıxıntılı görsənə bilər. Və yaxud da soldan düz olsa Ctrl-L, mərkəzi düzləndirmə olsa Ctrl-E, Ctrl-J, J justify, yəni hər iki tərəfdən tam düzləndirmə. Beləliklə, bu sualın düzgün cavab variantı D variantı. Digər variantlara diqqət eləsəniz, Ctrl-Y mərkəzə düzləndirmə, Ctrl-B bold, yəni mətni qalın yazmaq, Ctrl-L sola düzləndirmə, Ctrl-C isə go to, yəni sənəd daxilində bir yerdən başqa yerə keçmək. İkinci sual. Mətni bir neçə sütuna ayırmaq üçün hansı əmrlər ardıcıllığından istifadə olunur? Sualın düzgün cavab variantı A variantı page setup, layout'un page setup'ıdır. Bax, bu mətni 2 sütuna bölmək istəsəm və yaxud birdən çox sütuna bölmək istəsəm, o zaman layout tabına daxil olaram. Page setup'ın içərisindəki kolumn səmplindən istifadə edirəm. Burada bizə əvvəlcə 2 dənə sütun təklif olunur. Əgər artığını istəyirsə, burada bizə 45'e qədər maksimal sütun təklif oluna bilər. Seçirik fragmentimizi, columns, əvvəl 2 sütun təklif olunur, sonra 3 sütun, sonra da more columns'dan dediyim kimi 45'e qədər sütunları artırmaq olur. Davam edirik növbəti variantla. B variantı ümumiyyətlə belə bir şey yoxdur. C variantından bir xətt çıxardıb yazırsınız ki, mətnin hecalara bölünməsi. Mətnin hecalara bölünməsi. Insert field, bu müəyyən sahələr əlavə etməkdir. Misal üçün, müəllifin adı və yaxud da vaxt tarix, sahə əlavə et. Reference columns belə bir ardıcıllıq ümumiyyətlə yoxdur. Reference tabında columns deyilən bir əmr yoxdur. Üçüncü sual. MS Word-də Design Lent tabının içərisində watermark əmrinin təyinatı nədir? Bu sualımız üçün cavab variantı C variantıdır. Sənədin bütün səhifələrinə tətbiq olunan fon işarəsi, yəni mətn və yaxud da şəkil əlavə etmək, onu silmək və ya düzəltmək etmək, yəni fərqləşdirmək imkan verir. Bunun üçün Design Lent tabına müraciət olunur. Page Background Lent qrupunun içərisindəki watermark əmri bunun üçün uyğunlaşdırılmış əmrdir. Burada Custom Watermark'a daxil olub, Picture Watermark əmrinin köməkliyi ilə arxa plana hər hansı şəkil yerləşdirə bilərik. Gördüyünüz kimi hər hansı bir şəkil seçib yerləşdirəcəyik hal-hazırda. Bu formada yerləşdirmək olar. Eyni zamanda arxa plana Text Watermark əmri də müəyyən yazılar da yerləşdirmək olar. Hətta bu yazını həm də üfüqi istiqamətdə yazmaq mümkündür. Nə zaman yığışdırmaq istəsək, watermarkın altındakı Remove Watermark əmrindən istifadə edə bilərik. Davam edirik. Dördüncü sual. Home Lent tabına aid olan əmrləri seçin. Düzgün cavab 1, 5, düzsəm 3, 5 dedim və 6. 6 deyəsiydim, 5 dedim. 1, 3 və 6. D variantı. Digər uyğun olmayanlar nələrdir? Columns yazıcı layout'dadır. Layout. File metal lent tabıdır. File menüsüdür. Zoom isə view lent tabındadır. Düzgün cavabımız D variantıdır. 5-ci sual. Qrammatik səhvlər Word-də hansı rənglə ifadə olunur? Deməli, orfoqrafik səhvlər qırmızı dalğalı xətlərlə, qrammatik səhvlər isə mavi qoşa xətlərlə işarə olunur. Yəni, mavi və göy olar, fərqi yoxdur.
Göydə demək olar. D variantıdır. Hətta tələbələr bunu belə yadda saxlayırlar. Deyirlər ki, müəllim, biz belə bir şeydən istifadə edirik ki, Q qeyri-bərabərdir Q. Yəni qrammatik qırmızı olmaz. Deməli, qırmızı olmazsa demək orfoqrafik. Orfoqrafik qırmızıdır. Amma diqqət edin, qırmızı olan dalğalıdır, mavi olan qoşa xətt. 6-cı sual. Ctrl-Enter kombinasiyası Word-də nə işə yarayır? Deməli, bunun üçün əyani bir göstəriş edək. Gördüyünüz kimi kursor hardadır? Ctrl-Enter düyməsini sıxmaqla kursordan sonraki mətn fraqmentini növbəti səhifəyə əlavə etmək olar. Bu da səhifənin məzmuni kəsilməsi anlamına gələ bilər. Düzgün cavab variantı D variantı. Yeni səhifəyə məzmuni keçid. Əgər biz abzas daxilində hər hansı bir yerdə sadəcə Enter düyməsini sıxsaq, o zaman yeni abzas yaranır. Yox, əgər Shift və Enter düymələrini eyni anda sıxsaq, eyni abzas daxilində növbəti sətrə keçmiş olarıq. Deməli, düzgün cavab variantımız Y-dirsə, Y-də də A variantıdır. Kimsə istəyirsə öz üçün ekran görüntüsü götürə bilər. Burada hal-hazırda siz həmin o lazımlı məlumatları görə bilirsiniz. Enter, yeni abzas, yeni sətir, Ctrl-Enter, yeni sətir. Devam edirik. Fayl menüsü üzərindən hansı əməliyyatları yerinə yetirmək olar? Sənədi çap etmək, print əmri ilə, sənədi yaddaşa yazmaq, save əmri ilə, save, başqa adla saxlamaq, save as əmri ilə. Bu simvol əlavə etmək Insert Net tabındadır. Sütunda bayaq dedik Layout tabındadır. Düzgün cavab 1, 4, 5. Yəni D. 9-cu sual. Review word count. Yəni sənəd statistik məlumatlarda səhifə sayı, sətir sayı, söz sayı, simvollar boşluqlarsız, simvollar boşluqlarla birlikdə olur. Amma uppercase, yəni baş hərflərin sayı olur. Review kitabı word count pəncərəsi. Hal-hazırda siz word count pəncərəsini bağlasın canım. Mikrofonlara xahişini diqqət edin. Çünki sonra izləyicilər sizin haqqınızda heç də xoş olmayan münasibətdə olacaqlar. Onun üçün uyğunluğu müəyyən edin. On review reference. Printin qarşısından bir ox çəkirsiniz, yazırsınız, file menüsünə aiddir. Show'dan da bir ox qaldırıb yazırsınız ki, View-let tabına aiddir. View-let. Paragraf Home-let tabındadır, eyni zamanda Layout-da da var. Proofing yoxlama da Review tabındadır, C variantı. Table of Content isə mündərizatdır, referens tabındadır. Bu açıq sual idi, 1-1-2 ise 3 table. Baxırıq, Home-let tabının Paragraph Length qrupu, Reference Length tabının Table of Content bölməsi, Review Length tabının Proofing bölməsi. Tamamdır. 11-ci sual. Aşağıda da görüşümüz üçün bir hikmətli ifadə edilmişəm. Üçüncü, bu bir daşdır və bu daşın üzərinə uzun illər damcı su axır. Damcı su uzun illərdən sonra həmin daşı eroziyaya uğrada bilər, hətta o daşı dəşib o tərəfindən keçə bilər. Bu da o deməkdir ki, əgər istəsən, edə bilərsən. Sadəcə ola bilər ki, sən ya uyğun bir belə deyək, metodla istifadə eləmirsən bunu, bu bir məsələdir, ya da ki, daha çox çalışmaq lazımdır ki, sən o daşı deşə biləsən. Bir sözlə, çətindir, amma əsla mümkünsüz deyil. Növbəti sual, 11-ci sual. Hansı lent tabı mətnin fraqmentlərlə iş zamanı böyük və kiçik, yəni sətri hərfləri keçidini təmin edir? Gəlin baxaq. Diqqətə gəlsin, bir şey dərsə qoşula bilmirəm. Yazın çata ki, digər şəxslər qoşulur. Limitimiz də 100 nəfərdir, 100 nəfərə çatmamışıq. Ona yazın ki, internet əlaqəsinin sürətini yoxlasın.
11-ci sual. Hansı ident tabu vasitəsilə böyük və sətir hərflərə? Baxın, bəzən tələbələr bu ifadəni başa düşmədiyi üçün sualı yanlış yazırlar. Düzgün cavab variantı D variantıdır. Burada böyük və sətir hərflər sözündən məqsəd bu home'un fontunda olan bu bölmədir. Change case. Bu sətir hərflərdir. Bu da böyük hərflərdir. Deməli, düzgün cavabımız home'un fontudur. 12 nömrəli sual. Thesaurus sinonimlər anlamına gəlir və review kitabının proofing event qrupundandır. Klaviatura qısa yolu isə Shift F7 kombinasiyasıdır. Review kitabı və proofing Thesaurus sinonimlərin tapılması. Növbəti sual. Uyğunluğu müəyyən edin. Sətirlərin nömrələnməsi. Sətirlər nömrələnə bilər. C variantı layoutdan. Abzaslar nömrələnə bilər. Onun içərisindən. Səhifələr nömrələnə bilər insertdən. İndi dostlar, burada bir incə detal var ki, çox az adam bunu bilir. Bilməyənlər üçün demək istəyirəm ki, sətirlərin nömrələnməsi həm də fayl menüsündandır. Necə olur? Biraz uzundur, amma mümkün. Bir nəfər yazmış ki, Homeland tabından sətirləri nömrələmək olur. Mən birazdan ona qayıdacağım, o mənə göstərəcək ki, Homeland tabından sətirləri harada nömrələmək olur. Mən başa salsın zəhmət olmasa. Hələ ki, mən fayl menüsünü göstərəcəm. Hadiyen gözlə görüm, ekranı yazıb hətta. Deməli, sən düşünürsən ki, bu sətirlərin nömrələnməsi düzdür? Yox. Gəncsən, gəncliyinə bağışlayıram səni. Bu isə abzasların nömrələnməsi üçün. Belə səhvləri burada elədim, başqa edək. Fayl menüsü, print, oradan page setup, oradan page setup'ın dialog pəncərəsi, oradan da layout. Yoxdur dedim, axı gəncliyinə bağışlayıram səni. Layout'un içərisində line numbers var. Bu bölmənin köməyi ilə biz sətirləri nömrələyə bilərik. Düzdür, biraz uzun yoldur, amma bu da mümkündür. Deməli, sətirlərin nömrələnməsi oldu həm fayl, həm layout'dan. Abzasların nömrələnməsi yalnız Homeland tabından. Səhifə nömrələnməsi yalnız insert tabından. Reference tabında isə çox maraqlı bir detaldır. Referensdən bir ox çıxardır, qeyd edin ki, buradan qrafik obyektləri adlandırmaq olar. Qrafik obyektləri. Nədir qrafik obyekt? Şəkil, figur, sistem, cədvəl ola bilər. Bunun üçün reference tabının içərisindən captions event qrupuna müraciət olunur və insert caption'dan bu iş icra oluna bilər. Yəni referensdə yad bir şey deyil. Sadəcə burada yoxdur. 14-cü sual. Simvollar arası məsafəni dəyişmək mümkündür. Çox gözəl bir sualdır. Özüm çox təzəlisə yazmışam bu sualı. Qəşəng də bir sualdır. Niyə görə? Bu sualın ilkin versiyası belədir dostlar. Bu sizin dərsiniz 3-cü, 6-cı günlər olur. Yəni mən sınavları əvvəl işlədirəm 1-ci, 4-cü, 830 qrupuna. Baxıram ki, orada bəzi suallar asandır. O asan suallar bizə lazım deyil. O tələbənin bilik səviyyəsini ölçməyə gərəkli deyil. Uyğun deyil, meyar deyil yəni. Ona görə mən ikinci dəfə bir dəfə də onun üstündə işləyirəm. Bəzən lazım olur, üçüncü dəfə bir dəfə də işləyirəm və tam ürək istəyən hala gətirirəm. Bu sizə gəlib çatanda ürək istəyən hala gəlib çatan vəziyyətidir. Nə üçün deyirəm bunu? Bu sualın orijinal versiyası belə idi. Belə bir şəkil vermişdim. Buradan. Və demişdim ki, ekranda gördüyünüz əmrlərdə neçə nömrəli əmr simvollar arası məsafəni təyin edir. Bu 1 idi, bu 2 idi, bu 3'dür, bu 4 idi, bu da 5 idi. Düzdür? Aydın məsələdir ki, çox da böyük arı hesabına malik olmayan tələbə, yüngülvari ingilis dilindən biliyi olan bilər ki, cavab 2 idi. Düzdür? Bunu bilməyənə var ki, bu ali savad ölçüsü deyil. Bizim üçün savad ölçüsü nədir? Home, tələbə bilsin ki, font, advanced, sonra spacing. Yəni cavabda da onu seçsin. A variantı. Paragrafda ümumiyyətlə xarakter spacing verən bir bölmə yoxdur. Bu əvəzləmək üçündür. Layoutda paragraf arrange ümumiyyətlə belə bir ardıcılıq yoxdur. Bunlar ayrı-ayrı müstəqil lent qruplarıdır. Bu da kəsimlər üçün səhifəni kəsir, abzası kəsir, sütunu kəsir, səhifə kəsilməsi üçün. 15 nömrəli sual. Hansı fikirlər doğrudur? Birinci fikir yanlışdır, çünki format painter əmri bilir ki, bir meta fragmentinin formatını digərinə mənimsəlir və beləliklə burada limit yoxdur. Yəni köçürmə ilə bağlı yoxdur. 24 haradaydı? Mübadilə buferində obyektlərin maksimal tutumu 24 dənə idi.
Çapda görünmeyen simvol homeland tabındandır. Doğrudur. Homeland tabının paragrafının içerisinde böyle bir düymə var. Həm çapda görsənməyən simvollar eyni zamanda paragrafları bizə göstərir. Sətirlə bağlı hər şey paragrafdadır. Fikir verirsiniz, sətirlər arası məsafə, eyni zamanda abzaslar arası məsafə bu hissədəndir. Yəni fontda onun heç bir işi yoxdur. Deməli 3 də yanlışdır. Onunla baxaq. Abzası çərçivəyə almaq. Bu da paragrafdandır. Ağzında abzas deyirsən. Abzasın nə işi var fontda? Çərçivə bu düymədir. Gördüyünüz düymədən söhbət gəlir. Sonra 5 doğrudur. Sənəddə axtarış aparmaq editingin içərisindədir. Find'in içərisində həm normal sadə axtarış, həm də təkmilləşdirilmiş axtarış seçimlərindən istifadə etmək mümkündür. Cavab A variantı 2-5'dir. 16-cı sual. Abzasın birinci simvolunu nəzərə çarpacaq dərəcədə böyütmək üçün istifadə olunur. Düzgün cavab C variantı insert drop capture. Baxın, hal-hazırda biz belə bir abzasın içərisində dayanmışıq. Burada abzasın içərisində dayanmışıq. Oradan biz daxil oluruq insert tabının text-led qrupuna və müvafiq əmrin köməyi ilə abzasın birinci simvolunu nəzərə çarpacaq dərəcədə böyütə bilirik. Formada. 17-ci sual. Word 2019-da hansı len tabından bir və ya bir neçə simvolu aşağı indeks kimi daxil etmək olar? Aşağı indeks nədir? Misal üçün 5 indeksində 2 sadə dildə deyirsək, ayağında yazmaq. Home'un fontundadır. C variantı. Home tabı font length qrupu. Qısa yolda kontrol və bərabəri eyni anda basmaqdır. 18-ci sual. Hansı fikirlər doğrudur? Footnote kalın tutulsun değil. Footer'dir. Bak bu çok önemli bir detaldır. Footer. Footnote ise referans tabında yerləşir və onun təyinatı əlavə izaha ehtiyacı olan sözlərin səhifənin və yaxud sənədin sonunda izah formasında verilməsidir. Türkçədə də dipnot. Bu odur. Səhifənin nömrələnməsi insert tabındandır. Düzgün cavabdır. Sənəddəki səhifəyə limit qoyulmur. Nə Excel-də, nə Word-də belə bir limit yoxdur. Şəkillər, qrafik elementlər referensdən adlandırılır. Bayaq sizə yəni göstərdim. Orfoqrafik səhvlər qırmızı dalğalı xətlərlə tamamilə doğrudur. Səhifənin miqyası isə 10%-dən 500%-ə qədər ola bilər. Deməli, sualın düzgün cavab variantı 2, 4 və 5'dir. Keçirik növbəti məsələyə. Növbəti 19 nömrəli suala. Bu sualda qəbulda düşmə ehtimalı böyük olan suallardan biridir. Sürəti müraciət paneli Quick Access Toolbar və rus dilində panel Bыстрого доступа. Düymələrin əlavə olunması hardan icra olunur? Düzgün cavab B variantıdır. Məsələyə biraz belə konstruktiv yanaşmaq lazımdır. Ekranın sol yuxarı küncündə gördüyümüz hissə sürətli müraciət panelidir. Bura əsasən 3 əmr standartda aktiv olur. Save, yadda saxlamaq, undo sonuncu əməliyyatın ləğvi, redo ləğv olunacaq əməliyyatın bypassı. Əgər biz deyirsə ki, buraya yerləşdirəcək əmrlərin limiti yoxdur, biraz tərəfə sual veririk ki, mənim axı burada limitlər var, müəyyən limitdən sonra bitir də məsələ. Axı biz deyirik, axı limitsizdir. Bəli, əgər burada iki əmrlər səni qane eləməsə, o zaman sən daxil olacaqsan more commands düyməsinə. Buradan hansı əmrlər səni narahat edirsə, oradan yığışdıracaqsan, hansılar ki sənə lazımdır, ora əlavə edəcəksən. Yəni bu da Word Options bölməsidir, hansı ki file menüsünün içərisindəndir. Deməli, həqiqətən də file düzgün cavab etmiş səndə. 20 nömrəli sualdan davam edirik. Aşağıdakı şəklə əsasən 20, 21 və 22 nömrəli sualları cavablandırın. Gördüyünüz Homeland tabının paragraf lent qrupunun dialog pəncərəsidir. Buradan mən üstündən qeyd edirəm, sonra variantlara baxarıq. Bir nömrəli əmr abzasın üfüqi düzləndirilməsidir. Yəni sola, sağa, mərkəzə bayaq dedik. İkinci bölüm abzasın sol və yaxud sağ boşluq məsafəsini təyin edir. Yəni abzasdan səhifənin soluna və sağına qədər olan məsafə. Üçüncü abzasın birinci sətrinin boşluğunun və yaxud çıxıntısının təyin olunmasıdır. Dördüncü abzaslar arası məsafədir. Beşinci sətirlər arası məsafədir. İndi variantlara baxsaq, sətirlər arası məsafə dediyi üçün Y variantını götürərik.
Abzasın birinci hissəsində boşluq dediyimiz üçün 3-cü əmri götürəcəyik. Abzasın üfüqi cüzləndirməsi dediyi üçün bir nömrəli əmri seçərik. 23 nömrəli sual. Insert lent tabının əmrləri. Çox az halda tələbə bu suala düzgün cavab verir. Məncə cəmi bir nəfər bugün qrupda mənə düzgün cavab verdi ki, bu suala düzgün yazmışam. İş orasında ki, burada 6 seçimdən 4 dənəsi düzdür və bu 4 dənənin 4'ü də ardıcıl şəkildə düzülür. Düzgün cavab 3, 4, 5 və 6'dır. Birinci və ikinci seçimlər dizayn tabından həyata keçirilir. Dizayn, gəlin baxaq, dizayn da düzgün yazmadım. Düzəldir onu. Səhifənin lənci və səhifə kənarlarının çərçivəli olması. Dizayn tabının page color və page borders bölməsindəndir. Çarpaz istinad mətn qutuları. Baxın, çarpaz istinadlar bunlardır. Cross reference, mətn qutusu text box. OLE texnologiyasının köməkliyi ilə başqa proqramlarla qarşılıqlı əlaqə, yəni Word-də Excel açmaq, Word-də PowerPoint açmaq və s. var. Səhifələrin nömrələnməsi də əvvəldən bilirsən ki, insert tabının header and footer lent qrupunun içərisindən həyata keçirilir. Cavab 3, 4, 5, 6 idi. 24 nömrəli sual. Review lent tabı haqqında hansı fikir doğrudur? A variantı düzgün cavab variantıdır. B'də abzasın birinci simvolu insert lent tabındandır. Sətirlərin nömrələnməsi dedi ki, file və yaxud da layoutdan ola bilər. Ədəbiyyat siyasi ilə və mündərizat referens tabına aiddir. Ədəbiyyat siyasi və mündərizatı ilk dəfə görürük. Ədəbiyyat siyasi bibliografiya, mündərizat isə bax bu hissədir. Referens tabından icra olunur. Düzgün cavab A variantıdır. Review'nun harasındandır. Review lent tabının proofing lent qrupunun bax spelling grammar klaviatur yolu F7'dir. 25 nömrəli sual. MS Word-də file recent bölməsində ən çox açılmış sənədlərin sayı. Bu bütün ofislərdə belədir. Standartı 25'dir, minimalı 0'dır, maksimalı isə 50'dir. Dəsə Access-də səhv eləmirəmsə standartı 17'dir, orada da maksimalı amma 50'dir. O kəsəndə deyərəm sonra. Maksimalı soruşduğu üçün cavab 50'dir. 26-cı sual. Sənədi jurnal səhifəsi formasına göstərmək üçün hansı tabdan istifadə olunur? Ümumiyyətlə, sənədin səhifə ölçülərinə düzəliş etmək üçün biz layout tabına müraciət edə bilərik. Baxın, layout tabının size bölməsindən sənədin səhifə ölçülərini nizamlaya bilərik. Burada jurnal səhifəsi də var, istədiyimiz səhifələri hamısı yerindədir. 27 nömrəli sual. Word-in ən minimal mətn fragmenti nədir? Düzgün cavab C variantı simple. Ümumiyyətlə dostlar, çox maraqlı bir məsələyə gəldik, yenə çıxdıq. Yadınızdadsa əgər biz belə bir şey danışmışdıq. Demişdik ki, Word-in içərisində ilk ki biz dərsi keçdik. Orada ikinci yaxud üçüncü səhifə idi ki, orada bir səhifə var idi. Orada Word ilə bağlı çox maraqlı detallar var. Gəlin onları sizə göstərim. Yenidən danışaq da o barədə xırda biraz danışmaq lazımdır. Gözlənilən sualdır ki, qəbulu yenə buradan düşər. Baxın, simvol nədir? Bunu bilmək lazımdır. Paragraf tərifini bilmək lazımdır. Sərlövhə ilə bağlı 2025-in birinci və ikinci cəhdində 2 dəfə sual düşür. Haşiyə şərh deməkdir, təyinatın və tərifini bilmək lazımdır. Fəsil eyni qaydada kadr və what you see, what you get bunlar bilinməli olan məsələlərdir. Eyni zamanda növbəti səhifədə Office 2019 paketinin içine aid olan proqramların siyasını görürük ki, qəbulda son dövrlər çox gözlənən suallardan biridir ki, Office paketinə aid olan və yaxud da aid olmayan bölmələri seçin. Aydındır. Ümumiyyətlə, bu ekranda gördüyünüz təqdimatlar misilsiz dərəcədə sizin üçün dəyərli olmalıdır. Çünki mən artıq YouTube'da video izahlarının altında çox görürəm. Başqa kurslarda hazırlaşan, öz evdə hazırlaşan tələbələr ki var. Onlar mənə yazıb bu PDF-ləri istəyirlər. Mən də çox vaxtı göndərirəm onlara, qoyub gənclər savadlansınlar. Amma əgər bu PDF sənin əlində ola onu oxumasan, o böyük günahı sən bir ömür boyu daşıyacaqsan. 28-ci sual. Word 2019 proqramının lent tabları və əmrləri arasında uyğunluğu müəyyən edin. Home lent tabına go to əmri aiddir. A variantı. 1. Quick parts, signature line. Bunlar isə
insert aiddir. B və C. Wrap text isə layout aiddir. İndi gəlin məsələni biraz araşdıraq. Go to onsuz izaha ehtiyac yoxdur. Homeland tabının find'in alt əmridir. Ctrl-D də onun kombinasiyasıdır. Sənəd daxilində hərəkətlər eləmək üçün. Bax, burada diqqətli olun ki, biz go to bölməsinin köməkliyi ilə heç bir halda başqa bir sənədə gedə bilmərik. Yalnız cari sənəd daxilində səhifədən səhifəyə, bölmədən bölməyə, sətirdən sətrə və s. keçid edə bilərik. Digəri bizdə Quick Parts və Signature Line'dir. Insert tabının içərisində Quick Parts tekstin içərisində bu bölmədir. Hansı ki biz burada əsasən avtomatnlər əlavə edə bilirik. Başqa məsələlər də var. Onlar lazım deyil. Ona görə danışmıram. Ehtiyac olsa yanvarda bir dəfə üstlərindən keçərəm. Təkrar vaxtı. Və bir də nə idi orada? Nədən çıxdı? Signature Line. Bəli. Signature Line. Bu da budur. Əgər varsa elektron imza, yoxdursa əl imzası əlavə etmək. Layout'dakı referens bölməsi var. Bu da aydın məsələdir ki, üzrə referens dedim. Program text əmri var. Hansı ki bunun da təyinatı nədən ibarətdir? Mətnin qrafik təsviri əhatə eləmə qaydası idi. Yadınızda deyək. 29 nömrəli sual. Keçirin növbəti səhifəyə. Asan suallardan biridir, amma açıq sual olduğu üçün bəzən tələbələr səhv edirlər. Aşağıdakı əmrlərdən hansı fayl tabına daxil deyil? Fayl tabının içərisində open əmri var, save var, close var, options var. Undo və redo dostlar. Bu əmrlərin heç biri fayl menüsündə yoxdur. Ümumiyyətlə o əmrlər ancaq və ancaq klaviaturadan Ctrl-Z və Ctrl-Y ilə icra olunur, yaxud da sürətli müraciət panelində olur. Heç bir lent tabında yoxdur. Go to home-a aiddir, ona görə səhvdir. Exit də yenə heç bir yerdə yoxdur. Ekranın sağ yuxarı küncündəki X işarəsi exit anlamına gəlir. Və bunun klaviatura yolu da Alt plus F4'dür. Hansı ki close da demişdik, yalnız cari sənəd bağlanır və qısa yolda Ctrl plus W yaxud Ctrl plus F4 kombinasiyasıdır. Redo da eyni qaydada yenə yoxdur. Deməli, indi olmayanlar istədiyi üçün 1, 3, 5 və 7 düzgün cavab. 30-cu sual. MS Word-də lentə yeni tab əlavə etmək üçün hansı ardıcıllıq icra olunmalıdır? Düzgün cavab A variantı. Məsələn, mən Home lent tabı ilə insert arasında bir yeni tab yaratmaq istəyirəm. File menüsü, Options bölməsi, Customize Ribbon və buradan New tab düyməsinin köməkliyi ilə yeni tab yarada bilərəm. Yaxud New Group düyməsinin köməkliyi ilə mən Home tabına və yaxud hər hansı bir taba yeni qrup əlavə edə bilərəm. Yəni həm tabın içərisinə əlavələr eləmək olur, həm də yeni tab. Dərs izahında bu barədə danışmışam. Məsələni çox da uzatmaq istəmirəm. 31-ci sual. Şəkildə hansı lent tabından fraqment verilmişdir? Gözlənən qəbul suallarından biri də budur. Düşərsə sözlü düşə bilər. Deyəcək ki, bizə hansı hansı lent tabının köməkliyi ilə biz mətni uzadan oxuda bilərik. Düzgün cavab variantı olacaq review. Eləcə də burada read aloud və check accessibility eyni zamanda review lent tabının içərisindədir. Davam edirik 32 nömrəli sualına. Tək və cüt səhifələrə fərqli kalıntı tulların verilməsi hansı lent tabı ilə icra olunur? Əslində bunu icra eləmək üçün biz yuxarı və aşağı sərlövhə əlavə edəndə avtomatik açılan header and footer köməkçi tabından istifadə edə bilərik. Lakin cavabda olmadığı üçün biz alternativ üsula başvurmalıyıq. Alternativ üsul layout tabının page setup'ın dialoq pəncərəsi, açılmış pəncərədən isə layout'un içərisində different odd and even yaxud different first page əmri ola bilər. Və düzgün cavab variantımız layout tabıdır. B variantı. 33 nömrəli sual. Home lent tabında dialoq pəncərəsinə malik olmayan lent qrupunu müəyyən edin. Dialoq pəncərəsi nə deməkdir? Düzgün cavab 7 burada. Dialoq pəncərəsi nə deməkdir? Home lent tabının içərisində və yaxud digər tablarda lent qrupunun altında belə bir ox işarəsi varsa, bu dialoq pəncərəsinə keçid anlamına gəlir. Elə ki, clipboard, font, paragraf və styles lent qruplarının belə dialoq pəncərəsi olduğu halda, editing lent qrupunda belə bir dialoq pəncərəsi mövcud deyil. Düzgün cavab E variantı.
34 nömrəli sual. Mətnin seçilmiş hissəsinə abzas çıxıntısı əlavə etmək üçün ümumiyyətlə xəttkeşlə bağlı 3 dənə düyməmiz var bizim. Əgər yuxarıdakı 5 bucaqlıdan istifadə etsək, bu zaman bu first line sayılır. Yəni birinci sətrin boşluğunu və yaxud çıxıntısını təyin etmək üçün. Əgər onun altındakı 5 bucaqlıdan istifadə etsək, bu birinci sətr istisna olmaqla digər sətirlərin çıxıntısını və yaxud boşluğunu təyin etmək üçündür. Yox, əgər biz ən altdakı düz bucaqlıdan istifadə etsək, bu isə bütün abzasın boşluğunu və yaxud soldan sağdan məsafəsini təyin edə bilər. Hansı ki, bunun adı left indent. Deməli, burada bizdə sualda hangi, yəni abzasının seçilmiş hissəsini soruşduğu üçün düzgün cavabımız olacaq 2 nömrəli əmr. PDF-in içərisində də bununla bağlı məsələ var. Biz onunla bağlı məsələyə toxunmuşuq. İndi mən sizə həmin hissəni göstərəcəm. Ekranın sağ aşağı küncündə seçən hazırda xəttkeş tənzimləmələri və onunla bağlı olan məsələləri görə bilirsiniz. Viewland tabını keçəndən sonra PDF-in bu hissəsini də sizə göndərəcəm. Ümumi bilirsiniz də 100 səhifədən çox. Hissə keçiriyorum. 35 nömrəli sual. 1. A və C. 2. Mətnin fonunu dəyişir. B. 3. D. Üçüncü. Y heç birinə uyğun gəlməyəcək, çünki bu picture, yəni şəkil əlavə etmək üçündür. Şəkil əlavə etməyin də xarici görünüşü budur. Bizə verilən isə screenshot görüntüsüdür. Bəzən tələbələr deyirlər, müəllim, mən bu suala 1-ə C, 2-yə B, 3-ə D yazmışam, amma A-nı yazmamışam. Axı belə bir şey yox idi. Əslində qalsa biraz diqqətli olsaq bilərsiniz ki, bu düymə həm də abzaslar arası məsafəni təyin edir. Misal üçün, əgər iki abzas arasında boşluq varsa, yaxud bu boşluğu biz yaratmaq istəyiriksə, hal-hazırda burada var. O məsafəni təyin etmək üçün biz bax bu düymədən istifadə edə bilərik. Yaxud da əgər çox dərinə gedəsi olsaq, buradan altı açılan line spacing options əmrinin köməkliyi ilə biz yenə paragrafın dialoq pəncərəsinə gedə bilər və oradan before after bölməsi ilə də abzaslar arası məsafəni təyin edə bilərik ki, demək bu düymə həm də A-ya uyğun gəlir. 36 nömrəli sual. Çap zamanı görünməyən simvolları və abzasın sonunu bildirmək. Sadə sualdır, cavab Y variantı. Digər variantlar A-nı artıq bildik. B variantı nə üçündür? Format painter bir mətn fraqmentinin formatını digərinə mənimsədir. Şriftin rəngini dəyişir, abzasın fonunu dəyişir. D variantı. 37-ci sual. Bu da çox maraqlı və gözəl suallardan biridir. Qəzet sətrində işarələnmiş düymələr həm də hansı led tabları ilə icra olunur? Bir nömrəli əmr səhifələrin nömrələnməsidir. Bu insert-ə uyğun gələcək. B. 2 nömrəli əmr sənəd statistikasıdır. Review tabına uyğun gəlir. Word count. 3 isə miqyasdır. Bu da view-yə uyğun gəlir. Əslində qalsa 1B, 2D-ni tapandan sonra 3 lazım deyil. Bəzən tələbələr deyəcək, bizdə view bugün keçməmişik biz onu. Amma keçməsək belə bu suala heç bir aidiyyəti yoxdur. Onsuz da 1B, 2D tapan adam şeyini özlüyündən tapar. Açıq sual olsaydı, bəli, onda mən sən razılaşa bilərdim. 38 yeganə sualdır ki, tələbələrin heç biri bu suala düzgün cavab verməyiblər. Nəyə görə? Səbəbini sizə deyəcəm. Sənədin mühafizəsi həm fayl menyusundan, həm də review lent tabından icra oluna bilər. Belə ki, fayl lent ya da menyu deyək, fayl menyusunun info və save as bölmələrindən, review lent tabının isə protect bölməsindən sənədin qorunması mümkündür. Sənədin formatlanması. Baxın, bu məsələni çox az adam bilir ki, formatlanma nədir? Yadınızda saxlayın ki, mətnin formatlanması deyəndə əsasən home lent tabının font və paragrafının içərisindən icra olunan əməliyyatlar nəzərə tutulur. Hansı ki, bu əməliyyatlar nədirsə, yəni nə icra olunursa, hamısı formatlanma deməkdir. Deməli, bu da home-a aid olacaq. B variantı. Səhifələrin nömrələnməsi. Biz bugün çox demişik, insert tabındandır, başqa bir alternativi də yoxdur. Sətirlərin nömrələnməsi isə bayaq dedik, həm fayl menyusundan, həm də layoutdandır. Bu suala niyə səhv cavab veriblər? Çünki tələbələr ağıllarına gəlməyib ki, A həm 1-ə uyğun gələ bilər, həm 4-ə uyğun gələ bilər. Bəli, Dövlət İmtahan Mərkəzi belə şeylər eləmir. Orada bir dənə variant yalnız birinə uyğun gəlir, amma bizdə elə şeylər ola bilər. Sən özünə əminsənsə, heç bir sıxıntı olmadan bunu seçməlisən. Bəli.
Əgər siz bunlardan hər hansı birini yazmasanız, misal üçün yazsam tutaq ki, cavabı 1BD, 2A, 3CD, sən yazdın 1-ə B, 2-ə 3C, bu sənə nisbi bal verməyəcək. Ümumiyyətlə bu sualı səhv eləməyin anlamına gəlir. Ya tam yazmalısan, ya da ümumiyyətlə yazmalısan. 39-cu sual. Çap zamanı neçə səhifə çapa gedər? İlk öncə biz həmişəki kimi çapda səhifələrin sayına diqqət edirik. Bizim birinci baxacağımız yer buradır. Səhifələri saymaq əllə lazım deyil. Qaydasını mən sizə demişəm. Axırıncı rəqəmdən əvvəlkin çıxıb üstünə 1 gəlirsiniz. 10 çıxıb 1 üstə gəl 1. Nə qədər eləyir? 10 eləyir. Düzdür. Plus 14 ayrıca bir səhifə. 30 çıx 20 üstə gəl 1. O da 11 eləyir. Nəticədə alırıq 22 dənə səhifə. 22 səhifədir. Burada bir səhifədə bir səhifə çap olunacaq. Bir A4 içində və bir üzlü çapdır və bir də kopya sayı 3'dür. Deməli belə çıxır ki, 22-ni vurmaq lazımdır 3-ə və tapmaq lazımdır 66. 66 səhifə. Ya burada variantlandı, Y variantıdır cavab. 40-cı sual. 20 səhifəli sənəd aşağıdakı şərtlərlə çapa verilərsə, çapdan çıxan 4-cü səhifənin nömrəsi. Bu sualda bəzi fərqli cavablar mən almışam. Bəzi tələbələrimiz cavaba 5 yazıblar, bəziləri 1 yazıblar, bəziləri isə düzgün cavabı, yəni 11 yazıblar. Gəlin bu sualı özümüz üçün təhlil edək. Deməli dostlar, əgər məsələnin şərtində sizdən soruşursa ki, filanıncı səhifə neçə olacaq, onda sən ən birinci çıxası səhifələri özün üçün qeyd edirsən. Çıxarılacaq səhifələr 1, 5, 10, 11, 12, daha hamısını yazmıram, 20. Və sonra diqqət edirsən dəstələnmiş və dəstələnməmiş çap məsələsinə. Burada yazılıb ki, collated, yəni dəstələnmiş çap. Bizim bir cümləmiz var idi. Əgər məsələnin şərtində collated ifadəsi varsa, kopyada neçə nəfər yazılıb? 2 nəfər. Yəni 2 kopya 2 nəfər deməkdir. 2 kopya varsa, bu deməkdir ki, mənə 2 nəfər müraciət edib. Belə varsayıram da, 2 nəfər müraciət edib. Və demişdik ki, birinci şəxsi yola salmadan ikinciyə keçmək olmaz. Əgər çıxacaq səhifələr bunlardırsa və mən də birinci şəxsi yola salmalıyamsa, onda mən bu səhifələri necə çap eləməliyəm? Elə bu ardıcılıqla bir dəfə çap eləməliyəm ki, bu şəxs keçsin, sonra eyni ardıcılıqla bir də çap eləməliyəm. Bu da o deməkdir ki, 4-cü səhifəm 11 olacaq. Əgər orada uncollated yazsaydı, onda biz deyəcəyik cümləmiz dəyişir. Cümlə belə olur. Əvvəlcə çıxarılacaq səhifələr qeyd olunur, sonra birinci səhifədən kopya sayı qədər çıxartmadan ikinciyə keçmək olmaz. Onda belə olardı. 1-1, 5-5, 10-10 və s. Onda da cavabımız 5 olardı. Deməli cavabımız 11'dir burada. 41 nömrəli sual. Umum paragraf vasitəsilə hansını etmək olmaz? Burada paragraf barədə bir dənəsi yanlışdır, o da şriftin ölçüsüdür. Bilin, şriftlə bağlı olan hər şey umum fontundadır. Font sözü özü tərcümədə şrift deməkdir. Deməli belə çıxır ki, cavabımız C variantıdır. Digər variantlar mətnin düzləndirilməsi, sətirlər arası interval, mətnin düzləndirilməsi buradır, sətirlər arası interval buradır. Mətnin fonunu və abzasın nömrələrin məsələsi, mətnin fonu bu formadır, abzasın nömrələnməsi də buradır. Bu işsə. Burada sıxıntı var. Sualda sıxıntı var dostlar. İndi fikir verdim bana. Burada abzasın fonu yazılmalıdır. Mətnin fonu çünki budur. Deməli bu sualda kim ki D variantı yazıb, o da düzgün yazıb. Çünki şriftin ölçüsünün dəyişdirilməsi də paragrafdan deyil. Görürsünüz, şrift ölçüsü fontdadır. Mətnin fonu da biz bu əmrə demişik. Dövlət İmtahan Mərkəzi belə adlandırıb. Amma paragrafdakı bu deyil mi? Abzasın fonudur. Ya biz buradakı mətn sözünü silib yerinə abzas yazmalıyıq. Sualın yalnız C variantı olması üçün. Yaxud da 2 variant düz olmalıdır. Mən həmişə C-ni izah edəndə dayandırmışam, heç şey görməmişəm, amma C variant dərsə. Sualda xəta var. Özünüzdə qeyd edirsiniz. Abzasın fonu paragrafdadır. Amma mətnin fonu elə fontun içindədir. Deməli burada cavab həm C, həm də D-dir. Əgər sual bu formada qalarsa. Diqqətimizdə olsun. 42-ci sual. Şəkildə got position əmrinin funksiyası. Got position nə deməkdir? Yadınızdasa mən sizə demişdim dərsi zəhəriyəndə ki,
Ola bilər ki, bəzən sənədi çap eləyəndə steplə gəlib bu hissəyə düşsün belə bu formada düşsün və bu bizim təbii ki, sənədin cildlənməsinə problem yaradır. Bu cild məsafəsinin az olmasına dəlalət edir. Onun üçün biz layout'un page setup'ına daxil olub, burada margins bölməsindən qatırdan məsafə, yəni buradan bir 2 santimetrdə xahiş edirik, bizə 2 santimetrdə verir və rahatlıqla sənədimizi çap edə bilirik. Burada isə bizdən gutter position'ı soruşur. Yəni yerin sor. Hardan verim o boşluğu hardan verim sənə? Left isə soldan, bir də orada top ola bilər, yəni yuxarıdan. Cavab B variantı. Cildləmə istiqamətini təyin edir. 43 nömrəli sual. Düşünürəm ki, qəbulda gözlənəcək suallardan biri də budur. Insert lent tabının text lent qrupundakı obyekt düyməsinin altındakı text from file əmri nə üçündür? Baxın, söhbət nədən gedir burada? Misal üçün, mən belə bir fikrə gəlmişəm. İstəyirəm ki, bax bu gördüyümüz boşluğun içərisinə bir dənə sənəd, başqa bir sənəd əlavə edeyim. Bunun üçün mən insert tabına daxil oluram. Oradan symbols'dan, üzrəm, text lent qrupunun içindəki bu bölmədən obyektin altından açılan text from file əmrinin köməyi ilə başqa bir sənədi, baxın, hal-hazırda başqa bir sənəd seçəcəm sizin üçün. Başqa bir sənədi bu sənədin içərisinə inteqrasiya edirik. Gördünüz? O sənəd bitəndən sonra bizim qaldığımız yerdən sənədimiz davam edir. Bu sual dövlət qulluğu qəbuluna düşmüşdü. Yazmışdı ki, cari sənədə başqa bir sənədi əlavə etmək üçün insert lent tabının hansı lent qrupuna müraciət olunur? Yəni sual belə də sizin qarşınıza çıxa bilər. B variant. 44-cü sual. Qəbula Word-dən 4 sual düşür. 44-cü sualın düzgün cavab variantı 3 sənədir. Sualımızı kəsəcəm. Bax, görə burada məsələn. Deməli, birinci növbədə burada ayrıc olaraq istifadə olunmuşdur nədən? Vergüldən. Sualda da qeyd olunub ki, vergüldən istifadə olunub və mənə boş xanaların zəhmət olmasa sayını deyil. Biz vergüllərdən ayırmağa başlayırıq. Tələbə, Lalə, Elşad, Aytac. Bu bizim birinci sütunumuzdur və heç bir boş xanadan söhbət gedə bilməz. İmtahan, fizika, informatika, tarix. Bu da ikinci sütunumuzdur. Yenə də heç bir boş xanadan söhbət gedə bilməz. Üçüncü sütunumuz qiymət, 5, 2, Babək. Üçüncü sütunumuzdur. Burada da heç bir boş xana yoxdur. Və dördüncü sütunumuz da bura olduğu üçün birinci, ikinci və üçüncü xanamız boşdur. Bəzən tələbələr bundan razılaşmır və deyirlər ki, müəllim, axı qiymət Babək ola bilməz. Nə deyirəm ki, sənə? Word üçün maraqlı deyil orada nə yazılıb. Orada Bağdagül də yazıla bilər. Flower in the garden da yazıla bilər. Onun söhbətə qəti aidiyyatı yoxdur. Orada vergüllərlə işləyir və vergülü harada görürsə oradan bölür. Yəni sən oradakı ifadəyə fikir vermə. Əsas sən məsələnin qaydasına fikir ver. Vergüllərlə işləyirsə oradan bölür demək. Deməli, belə çıxır ki, cavabımız 3-dür, yəni A variantı. 45-ci sual. Sualı kəsək. Fragmentə əsasən sənədin 4-cü səhifəsini müəyyən edin. Mən sizə əslində bunu dərsdə bu üsulla izah eləmişdim. Videoda başqa bir üsul demişdim, amma mənə elə gəlir ki, dərsdə izah elədiyim üsul daha asan üsuldur. İlk öncə bu kvadratın içini oxumağı bacarmalıyıq. Mən bunu oxuyanda başa düşürəm ki, sənədim 7 səhifədən ibarətdir. Hal-hazırda dayandığım səhifə 6-dır, amma 6-cı səhifənin altında 19 yazılıb. Bu iki cümləni mən oxuya bildim. Deməli, sualın yarısını artıq əldə elədim. Təkrar edirəm. Sənədim 7 səhifədən ibarətdir. Mən hal-hazırda 6-cı səhifədəyəm və 6-cı səhifənin altına 19 yazılıb. Əgər 6-cı səhifənin altına 19 yazılıbsa və məndən tələb olunursa ki, 4-cü səhifə neçədir? Mən baxaram. 6 ilə 19 arasında nə qədər məsafə var? 13 vahid məsafə var. Bu deməkdir ki, 4 ilə də x arasında 13 vahid məsafə olmalıdır və bu da o deməkdir ki, 4-cü səhifənin altına 17 yazılır. Və cavabımız D variantı. 46 nömrəli sual şəkilli sualdır, sadə sualdır. Bugün bir neçə dəfə bunu görmüşük. Dizayn tabının tərkibinə aiddir. 47 nömrəli sual. Bax, bu gördüyünüz hissə nədir soruşur. Bax, ekranın sol yuxarı küncünü kəsib yerləşdirib ora. Bura biz deyirik
Azərbaycan dilində sürətli müraciət paneli, rus dilində panel bыстрого доступа, ingilis dilində quick access toolbar. 48-ci sual. MS Word-də lent tabları və müvafiq əməliyyatlar. Review tabı sənədlərin müqayisəsi. Insert mətin qutuları. Layout mətnin sütunlara bölünməsi və mətnin sola sağa mərkəzə düzləndirilməsi B variantı. Səhifənin fon rəngi isə dizayn tabı. Burada da tələbələr bəzən narazılıq edirlər. Düşünürlər, deyirlər mənə ki, müəllim, yaxşı başa düşdüm 1-ə D, 2-yə C, bəs 3-ə niyə AB? Axı mən 3-ə A yazmışam, B yazmamışam. Axı yoxdur layoutda mətnin düzləndirilməsi. Deyirəm, gözəl insan, Homeland tabında mətnin düzləndirilməsi var paragrafda. Bəli, var. Layoutda paragraf var, bəli, var. Axı deyir, burada yoxdur mətnin düzləndirilməsi. Buradakı əmrlər abzasın soldan sağdan məsafəsidir və abzaslar arası məsafədir. Deyirəm, axı paragrafın dialoq pəncərəsi eynidir. Əgər Home-da paragrafın dialoq pəncərəsindən, alignment bölməsindən bu işləri görə bilirsənsə, bu deməkdir ki, sən onu layoutdan da edə bilirsən. Elə məcburdur ki, gərək bu əmrlərlə düzləndirəsən, axı onu buradan eləmək olur. Aydındır. Burada biz dərin düşünmək lazımdır. Ona görə bu testi 50 yazan yoxdur. 49-cu sual. Şəklin hansı lent başlığına uyğun gəldiyinə. Ümumiyyətlə, buradakı ifadə referens tabındandır və əlavə deməyək, cümləni başqa cür quraq. Mətndə bəzi terminlər, açar sözləri, yəni müəyyən vacib elementlər ola bilər ki, onları fərqləndirmək üçün istifadə oluna bilər. Mark entry əmri fərqləndirilmiş o hansı ki sözlər var, onların siyahısını vermək üçün lazım ola bilər. Insert index. Söhbətimiz bu deyil, hansı tabdandır, referens tabı. Və nəhayət 50 nömrəli sual. Word-də üz qabığı əlavə etmək üçün hansı taba müraciət olunur? Hansı tab və hansı ardıcıllıq? Düzgün cavab variantı insert lent tabı və page lent qrupunun içindəki cover page-dir. Burada da tələbələrin çoxu sırf cover page ifadəsinə görə aldanıblar. Amma düzgün cavabımız A variantıdır. Insert page. Bəli, bundan sonra slash qoyub cover page yazmaq da olar, yazmamaq da olar. Mən videonu dayandıracağım. Sonra sizin şəxsi suallarınız olarsa verərsiniz mənə.